Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondu ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Xəbər verilir ki, sərəncama əsasən Müşahidə Şurası bu tərkibdə təsdiq edilib. Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Naziri, Müşahidə Şurasının üzvləri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin müavini, Azərbaycan Respublikası Maliyyə Nazirinin müavini, Azərbaycan Respublikası Mərkəzi Bank sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini. Digər bir sərəncamda isə 20 yaşındakı kişilər arasında futbol üzrə Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Xəbər verilir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Xeyirli olsun.